Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışında hər birinizi salamlayıram. Qonağımız Rafiq Cəllayevdir, fitoterapevt, bioenergetik. Bugün həm bitkisel müalicədən danışacağıq, həm də son zamanlar əhalidə mövcud olan mənəvi, psixoloji problemlərdən çalışacağıq. Bizə də ünvanladığınız suallara cavab tapaq. Xoş gördük Rafiq müəllim. Çox sağ ol, dəvətinə görə Səbuh müəllim. İştirəm. Rafiq müəllim, başınız çox qarışıqdır, ona görə tez-tez narahat eləmək istəmirəm. Nə bilim, bitkilər düzəldirsiniz, yeni ilaclar deyək də, dərmanlar, preparatlar belə deyim, icad edirsiniz, tərkiblər düzəldirsiniz insanların şəfalanması üçün. Amma o bitkilərə keçməzdən öncə cəmiyyəti narahat edən, mediada da bir çox mövzular var. Onlardan da biri az qala kütləvi şəkildə insanların stresə düşməsi məsələsidir. Yəni bu dərəcədə olmuyor. Kimi görsən hamısı, hətta maddi cəhətdən də babat belə deyim, məqamı olan, durumu olan da görsən streslər keçirirlər. Bunun səbəbi nədir? Bunun xilas olma metodundan bizə biraz danışacağız. Amma əvvəlcə nədən doğur? Valla stres belə də gərginlik, həyəcan, sıxıntıdır da. Bunlar yavaş-yavaş insanlarda fiziki problem yaradır. Yəni xəstəliklər yaradır. Stres də oldu, mədə, bağırsaq, ondan sonra keçərlik, qəbizlik, o qədər xəstəlik var ki, burada əsas o emosional gərginliklərdir də. Bunlar da hərəsi orqanlarda müxtəlif xəstəliklər yaradır. O stresi də olmağı belə də həyat tərzini mən deyərdim. Bir var fərdi, bir də var ictimai həyat tərzi var da, bir var o qlobal deyilir, böyük, kütləvi. Təsəvvür edin ki, Sovet dövründə bizi kommunizmə ruhlandırırlardı. Allah da yaddan çıxmışdı, din, ondan sonra belə bunlar yaddan çıxmışdı. Hamısını kommunizm ideyaları uğrunda, yüksək keyfiyyətli yaşamaq uğrunda mübarizə aparırlardı. Bunlar da o qədər dedilər, axırda yəni bu da bir getdi, dağıldı. Sonra da gəldi bu müstəqilliyimiz dövrü. Dedilər neft belə hamı xoşbəxt yaşayacaq, işıq pulu, qaz pulu verməyəcəklər, su pulu verməyəcəklər. Hamı firavan yaşayacaq. Bu da gəldi, o ümid, plan məsələsi var. Bax, bunlar hamısı dağıldı. Burada da nədir? Burada da o qədər belə dərindən analiz olunmalı şeylər var ki, o insanlara münasibət məsələsi. Yəni, insanın bacarığı, qabiliyyəti, intellekt, onun inkişafı, arzular, planlar, ümidlər, məqsədlər, o qədər şeylər var ki, yəni, bunlar hamısı istəyir cəmiyyət tərəfindən, yüksək vəzifəli adamlar tərəfindən, dövlət tərəfindən deyim, bunlar həyata keçməyəndə insanların o ümidi ki dağılır, kədər deyirlər ona, o kədərlənir. Bu kədər özü xərçəng xəstəliyi yaradır. Ondan sonra artrit, revmatizm xəstəliyi yaradır. Çox pis xəstəliklər yaradır. Bu belə. Hələ bunun üstünə, üzr istəyirəm, o deyirsək, Sovet dağıldı. Bunun üstünə müharibəni gəlsək, hələ onlara sıxıntılar, insanların köçü, köşkünlük, qaçqınlıq, bunların hamısı cəmiyyətə əməli başlı stresə salır. Əlbəttə, bu qaçqınlar, ondan sonra bu fərdi faciələr. Ermənistanın bu mənfur o fikirləri var, o Allaha qarşı. İndi mən bunu açım, Allaha qarşı. Sən kainətin, yerin, göyün qanun qaydası var. Necə dövlətin, ailə qanunları olanda ki, yerin, göyün də qanunu var. Bizim də özümüz bioloji sahəmiz var. Deməli, bu bioloji sahə göyün, yerin qanunları ilə, onun o bioloji sahəsi ilə uyğun gəlməyəndə burada konflikt olur, ziddiyyətlər əmələ gəlir. Bunlar da bizim fikirlərimiz, emosionalımız, davranışımız, ondan sonra hisslərimiz, duyğularımız, fəaliyyətlərimiz burada böyük rol oynayır. Burada yüksək etik qayda qanunlar var. Bunlar ki pozulur, problemlər buradan yaranır. Məsələn, elə adamlar var ki, vəzifəyə gəlirlər, məsələn, yüksək iddialarla yaşayırlar, Yəni o layiq olmadıqları şeylərlə yaşayırlar. Belə adamları məsələn gəlirlər, vəzifədə otururlar,
ondan sonra adamları həm fikirlərində, həm sözləri ilə, əməlləri ilə, davranışlarından aşağı salırlar. Onları idarə eləmək üçün, çünki onları idarə eləmək, onların o iddiaları elədir ki, onlar üçün böyük əhəmiyyət kəsb edir. Və ona görə də onları başını aşağı eləmək, onları alçatmaq, təhqir eləmək, idarə eləmək onlar üçün sərfəlidir. Bu da gəlir, problemlər yaradır. Qaldı bayaq dedim o qonşularımız Ermənistan. O Allah Taala gör onları nə qədər sınadı. Heç artmırlar. Hər dəfə torpaq iddiası, ondan sonra milli təxribatlar salırlar. Yəni sağ olsun da dövlətimiz yenə də bunların qarşısını aldı. Əslində heç nəyə də nail ola bilmədi. Heç nə də nail ola bilmədilər. Yenə də məsələn içərində bir qurt var onların o xislətlərində. Yenə də nəsə eləmək istəyir. Zəhərlənmiş fikirlər. Onlara ona görə də ümid yoxdur. Ancaq biz necə bir millət kimi, bir xalq kimi öz dövlətimizi gərək qoruyaq. Ondan sonra dövlətimizin qayğısına qalaq. Qanun qaydalara əməl eləmək lazımdır. Ona görə də. Doğrudur. Bunlar da bu gətirir, bu stresə gətirir çıxardır. Bu həyat tərzinin pozulmasına çıxardır. Deyiləsi yendirəm o qədər şeylər var ki. Var Akram deyir stres, ruh düşkünlüyü insanda mövcud olan lap belə təməli olan xəstəlikləri də inkişaf elətdirir. Çünki insan gözəl şey düşünəndə o xəstəliklə siz özünüzün də o vaxt bizim qəzetə verdiyiniz yazılarda çox yaxşı araşdırma aparırdınız. Qidalanmır o pis şeylər. Ancaq gözəl şeylər gəlir. Ən azı o olduğu kimi qalır, mənfiyə doğru getmir. Elə ki, müsbət o enerji informasiya selindən uzaqlaşdın, düşüncədən uzaqlaşdın, bir düşüncə müalicəsi edən insan kimi. Başlayır o negativlər inkişaf eləməyə. Mədəsində ağrı varsa daha çox artacaq, ürəyində ağrı varsa daha çox artacaq. Elə ki, hər şey qaydasında, o necə deyirlər eldində yağ kimi gedir, onda o ağrılar da sanki unudulur. Bax, bu əlaqədar istəyirəm danışasınız. Doğru deyirsiniz ki, məsələn, kədər, qüssə, qəmli olmaq tək xərçəng yox, çox xəstəliklər yaradır, amma indi ən qorxulusunu dediniz. İstəyərdim, buna da fikrinizi deyəm. Bir söz, burada o qədər, bax, bu emosiyalar var da, insan emosiyaları, duyğuları, hissləri var. Mən əsas biyoenerji ilə də məşğul olsam, bitkilər də versəm, mən əsas müalicəm o düşüncə müalicəsi. Həmişə deyirik, elə tutmuşuq düşüncə müalicəsi. Bunun səbəbləri var. Çox adam bu başa düşmür. Sən bir qədimdə məsələn ruhi yollarla, dualarla, mən həmişə deyirəm, bitkilərlə, ondan sonra müxtəlif üsullar var da, müalicə üsulları çoxdur. Söz müalicəsi də var hətta. Söz müalicəsi, musiqi müalicəsi və yaxud da başqa müalicələr var ki, bunlarla müalicə edirlərdi. Müasir təbabət inkişaf eləyəndən sonra bunlar tamam unuduldu. Adi məsələn, ruhi müalicə çox çətindir. Dərmandan da, ondan sonra antibiotikdən də güclüdür. Amma bu adamlar onu başa düşmür. Hər adam götürə də bilmir, onu da qınamayın. O elmləri bilmir, dərk eləmə prosesi. Bunlar hamısı unudulub. İnsanlar cahilləşib. Cahillik, yəni o deməkdir ki, insanın dünya görüşü yoxdur, savad yoxdur, ondan sonra özünü təhsili yoxdur, özünü inkişaf elətdirə bilmir. Ya da ruhən tənbəlləşib, kəsə yol axtarır. Mən görmüşəm də sizə gəl deyir ki, elə 3 günə sağalın. Bax, elə Allah zaddır ki, yəni siz deyirsiniz ki, bir aya tamam keçəcək bu bitkiləri istifadə edəcəksiniz. Amma insanlar elə bir tələsir, sanki... İndi ay Sabah müəllim, indi elə şeylər var ki, sən illərlə o qarmanalını, ondan sonra kimyəvi, antibiotik bitkiləri, üzr istəyirəm, dərmanlar içirsən, bunları təmizləmək üçün bitkilər təbii ki, saflaşdırır bədəni. Bu tamam ayrı şeydir. Buna görə uzun müddət müalicə lazımdır. Həm də bir söz, biz bədəni müalicə eləməklə biz insanların ruhunu çökdürürük. Təsəvvür elə ki, içində illərlə bir kinli adam var. Yaxında, qohumda, əqrəbədə, dostda, tanışda, tanıdığımız adamlarda həmişə içəridə sənin, məsələn, ailən haqqında, sənin haqqında həmişə içərdən o xoşa gəlmən şeylər fikirləşir. Müəyyən o hisslər, emosiyalar var ki, müəyyən orqanlara təsir edir. O İbn Sina da deyir bunu. İndi elmdən də hamı TikTokda bu qədər belə şeylərdən çox danışırlar müxtəlif yollarla. Bunlar hamısı orqanlara təsir edir. Biz o orqanları müalicə eləyəndə, məsələn,
Ruhsal kökü hələ qalır da yerində. O ruhsal kök dayda çökəcək gələcəkdə. Təsəvvür elə ki, onu düzəltmək istəmir ha. Halbuki o xəstəlik o blok deyirlər, yəni bizi oradan təcrid eləmək üçündür. Bizə anlatmaq istəyir ki, sənin o xəstəliyi yaradan sənin həmin o fikirlərindir, düşüncələrindir. Onları təzim edirlər. Amma bunu eləmək istəmirlər. Bir də ki, bu indi analiz məsələsi deyirsən. Deyirlər ki, beyin çox şey eləyir, amma beynin işindən çox insanın o əsas o şuuraltı var, qəlbi daha. O qəlb hər şeyi hiss edir, duyur, beyin onu analiz edir. Qəlb hiss eləməsə o analiz hardan eləyəcək? Ötürür. Ona görə də beyin analiz yerdir, ondan sonra qəlbdəki bizim iradəmizin, enerjimizin, ondan sonra hisslərimizin yeridir. Bunlara əməl eləməklər. Bu da insanların ruhu ilə bədəni arasında bir vasitədir. Və məsələ budur. Yox, siz onsuz da zaman-zaman əziz izləyicilər, siz də nömrəsini görürsünüz Rafiq müəllim. Bax belə düşüncə müalicəsi üçün, bitkilərlə müalicə üçün hər halda diaqnozu qoyub özü hansı metodla insanı düzəltmək, sağaltmaq yolu var, onu özü bilir. Amma hər halda siz istəyərdim ki, dinləyəsiniz, baxasınız, suallarınız varsa, fikirləriniz varsa yazasınız, paylaşasınız ki, daha çox insanlar var. Bugün bizim bir nömrəli problemimiz budur. Rafiq müəllim zaman-zaman bütün çıxışlarında bədənlə ruhun, belə deyək, o münasibətlərini, düşüncəmizlə xəstəliyimizin o arasında körpünün olmasına çalışır. Çünki körpüdən bu tərəf nə qədər düzəlsən də o körpüdən əgər o müsbət düşüncə gəlməsə, o sağalmaq mümkün deyil. Müəyyən dövrdə bəlkə ağrı keçər, hətta gümrah hiss eləyərsən özünü, amma düşüncədə o oturuşmuş negativ fikir varsa, o xəstəlik tam sağala bilməz. Ona görə zaman-zaman... Üzr istəyirəm, elə şeylər var ki, bəzən biz onu, bax, o evladlarımıza, nəvələrimizə, nəsilmizə onu köçürdürük. Bu biraz çox qəliz məsələdir, efir məsələsidir. Məsələn, mümkün olan qədər deyil, karmada deyirlər. Bir neçə adamlarla oturub söhbət edirdik, bir yoldaş idi. Oturduq söhbət zamanı, nəsə bir ipucu verdi də, mən də onu deyirəm ki, bəs belirdir, səndə problemlər ola bilər də. Qayıtdı ki, mən çirkin işlər o qədər eləmişəm, amma mən özümə baxıram, mən sağlamam. Qidama baxıram, bundan pəhrizimi də atıram, hər şeyim, heç xəstələnmirəm, dedi. Boş-boş danışırsan. Mən də qayıtdım ki, bəs mən biraz çox danışmağı xoşlamıram, sevmirəm. Mən istəyirəm ki, təcrübə eləmək, ondan sonra iş görməyi daha sevirəm. Adam var ki, görürsən, yaxşı müəllimliyi var, əzvəri, çıxır efirdə, elə bəzək, qəşəng sözlər danışır. Bizim kanalda da olub zaman-zaman elələr. Çox belə adamlar var. Sonra dedim, bəlkə ailədə zətdə problem var da, bu söz demədi. Adamlar yarında dedim, bəlkə də indi bu söhbəti açmaq yaxşıdır. Dağılışandan sonra aralandı, gördüm məni çağırır. Mən dedi ki, bəs orada mən demədim. Mən üzr istəyirəm sizdən, mən sənə biraz pis çıxdı sizə, təhqir kimi dedim, eybi yoxdur, buyur sözüdür. Oysa mən öyrəşmişəm belə adamlara, müxtəlif adamlarla qarşılaşıram, təbiidir. Heç kimdə dəyişməyə dedim, çalışmıram, istəməsə. İstəyirsə, kömək eləyə bilərəm. Dedi, bilirsən, mənim yoldaşımda problem vardı, İsrailə gedirik. Ondan sonra bir oğlum xəstədir, şikəsdir. O, nəvəm deçibidir, elə pıçılmasın. Dedim, bu həmən şeydə, dedim, mən dediyim şeydə, dedim. Bəs elə şeylər var ki, dedim, o qayda qanunlar var, onlara əməl eləmək lazımdır. Biz çox şey, mən bir şey deyim də sizə, insanlar var ki, adamlar var ki, özünü o qədər müdrik sayır ki, özü ağıllı, bacarıqlı, hər şeylə, yəni, məndən yaxşısı yoxdur. O mən məsələsi var ha. O qədər onu yüksək tutur ki, vacib tutur ki, hətta mən belə üzr istəyirəm, Allahdan da üstün tutur. Amma özü bilmədən, özü bilmədən, xəbəri yoxdur. Dolayısı yolla, hər şeyi özüm eləyirəm də, yəni kənar heç nə yox. O adamların, bax, bütün o ölümlər, vaxtsız ölümlər, yersiz ölümlər, yersiz xəstəliklər, sağalmayan xəstəliklər var ha. Onu illərlə qazanırlar, o qəlblərində, onu şuur altında saxlayırlar, çöktürürlər. O yavaş-yavaş zaman gələndə özünü göstərir.
problemlər onda çıxır. Belə adamlar bilirsən sıxıntıları qəbul eləmirlər. Onlar düşünürlər ki, ən sadiq, ən bacarıqlı, qabiliyyətli, ən belə bilikli adam onlardır. Onu həyata keçirdə bilməyən. İstəyirlər zorla nəyisə özlərinə tabe eləsinlər, həyatlarını dəyişsinlər. O da olmayanda təsəvvür elə ki, onu içəri basırlar. İçəri də basanda içəridə aqressiya yaranır. Bu aqressiyada zaman-zaman insanlarda paxıllıq, nifrət, qəzəb, kin, alçaqlıq, ikiyüzlülük, o qədər şeylər var ki, yəni mən bunların hamısı ayrı-ayrı, bunların açmaları var, bunların hamısı mənası var, elə-belə deyil. Yəni bunlar yavaş-yavaş xəstəliklər yaradır. Beyin də sinir sistemi də orqanlarla əlaqədədir. Müəyyən o hisslər, emosiyalar var ki, onlar müəyyən orqanları pozur. Biz onları saxlaya-saxlaya ağrı kəsicilərlə, dərmanlarla istəyirik ki, həyatımızı xoşbəxt eləyək. Çoxlu gedib psixiatra, ondan sonra başqa həkimlərə o dərmanlardan udaq. Adi depressiyini götürək. Depressiya nədir? Həyat, indi bu saat əhalinin bir 90%, 70% bəlkə də depressiya, ruh düşkünü deməkdir bu. Yəni, bunlar üçün həyat darıxdırıcıdır, maraqsızdır, mənasızdır. İstəklərinə çata bilmirlər, uzanır. Plan məsələsi var, insanların ümidi, məqsədi. Çünki illərlə onu qurursan, eləyirsən, hansısa bir naxələf adam tərəfindən, hansısa bir məmur tərəfindən, o sənin dağılandan sonra artıq səndə həyatda üzgün olursan, kədərlənirsən, bu da özü problem yaradır. Müxtəlif Allah göstərməz. Elə biz xəstəlik yaradır ki, biz o xəstəlikləri istəyirik gedək, dərman içməklə sağaldıq. Təbii ki, mən əleyhinə deyirəm bəzi həkimlər ki, dərman da içmək lazımdır, həkimə də getmək, müalicə də lazımdır. Əməliyyat elə şey var, 5 gün ot içməklə sən o eləmirsən, əməliyyat edirsən. Amma bu təbii şeylər, yəni ömürlük səni, nə qədər həyatın Allah verən can var, o səni saxlayır. Yəni ağrısız, əziyyətsiz sağala bilirsən. Məsələ bundadır. Rauf müəllim, yeri gəlmişkən, bu son 5 ildə 5 dəfədən çox bu dializ xəstələri də artıb. O nədəndir? Onda bir əlacı varmı? Məsələn, önləyici tədbir kimi. Mən öz qohum əqrabamda da görürüm. Hamı dəri altına nəsə yeridib, dializ müalicəsi alır, hərəkətsiz qalır. Halbuki baxsan heç 55 yaşı yoxdur. Bu nədən doğur? Bunun düşüncədə nəyi eləsək o bizə yaxın gəlməz? Böyrək, bu dializ deyəndə biz böyrəklər nəzərdə tuturuq. Qorxudan da yarana bilərmi o? Çox şeydən. O skleroz deyir, damarlar daralır içəridə. Metabolizmə, qan dövrəni pozulur, maddələrin mübadiləsində hamısı pozulur. Burada əsas səbəb nədir? İndi bu dializ həkimlərin işidir, sözüm onda deyir. Təzə başlayanda o zülaldır, ondan sonra o bədəndə olan azotdur, kreatin deyirik. Onlar hamısı yavaş-yavaş düzəlir. Düzəltmək olur onları müxtəlif bitkilərlə. Amma elə şeylər vaxtı keçəndən sonra artıq onlar həkimlikdir. Dializə gedirlər, neçə illərlə insan məhv olur. Böyrəklər bizim bədənimizin zəhərdən təmizləyən orqan. Həm psixi, həm mənəvi, həm fiziki cəhətdən bir orqandır, simvoldur. Bizim böyrəklərimizi ən çox böyrək xəstələri kimlərdir? Mən indi öz müşahidəmdən deyirəm. Mən də deyəcəm. Bir çox adamlar həyatda o bacarığı ilə, qabiliyyəti ilə, o inkişaf eləməklə hansı ki, onlara mane olan şeylər var. Onlarla bağlı ümid pozulduğunda. Ondan sonra o kədərlənmə bayaq dediyim. Planla bağlı yoxsa insanlarla? Hə. Bunların hamısının kökündə insan şəxsiyyəti durur da, insan durur. Yəni gələcək işlərimi görmək istəyirəm, arzularıma, məqsədimə çatmaq üçün. Yəni bunlar alın, bunlara mane gedə bilmir. Çatmayanda özünü insan bir rus sözü ilə deyək də belə, yəni pazar olmaq, pərt olmaq hissi var. Belə adamlarda böyrəkdə müxtəlif daşlar yanır, müxtəlif problemlər. Mən məsələn bir neçə xəstəm olub, institut qutarıb, yoxuşu vəzifəsi var, hətta hüquqşünasdır, vəkil olmaq istəyir. Gəlib yanıma, baxıram ki, adətən mənim xəstələrimdə böyrək xəstələri bir ay yarıma problemlər gedir də. 2 günə bir sutkanı görsən, deyir, ağrılarım da getdi, Rahim müəllim. Deyirəm, lap yaxşı. Amma belə bir neçə xəstələrim olub ki,
Mən onu bir 8 ay, 1 il müalicə eləmişəm. Hətta ikinci kursdan sonra, birinci kursa gedib 1-2 ay müalicə olunandan sonra 1 ay sağalıb, yaxşılaşıb daha doğrusu, ağrısı keçib, gəlib ki, mən belə yaxşı, yəni düzəldim ki, bütün ağrım yoxdur. Deyirəm, əvvəl nə dedi? Bəs bir dəfə əməliyyat eləmişəm. 2-3 aydan sonra yenə də daş yarandı, deyir. Deyir, getdim, deyir, dializə vura bilmədilər. Dedilər, çətinlikdirsə əməliyyat lazımdır. Mən əməliyyata getmək istəmirəm. Gəldi, bir kurs yenə də elədim, getdi, 2 ay keçdi, gəldi ki, bəs ağrılarım getmişdi, Rafi, özümü yaxşı hiss edirdim, Rafi. Onu bitkidən bir dənə ver. Deyirəm, bəlkə hələ bezməmsən, narahat olmamsan bitki içməyə də belə. Deyir, yox, bəs həkimlikdir də, həkimlər də mənə belə məsləhət bilir ki, belə. Bunu 3-4 kurs belə müalicə eləyəndən sonra gördüm, səbirli adamdır. Sağaldı. Bir 6 ay keçmişdi, gördüm, mən zəng edib ki, təsəvvür ki, onun başqa böyrəyində idi, o biri böyrəyi təmiz idi. Dedi, bəs indi o sağlam böyrəyimdə daş əmələ gəlib. Dediyiniz şeydə düşündüm. Hə. Dedim, gəl bir oturaq, elə həmişə gəlirsən, bitkini alırsan, söhbət eləmirik, sən belə adi söhbətlər eləyir, gedir. Gəl səninlə bir oturaq, bir məşvərət eləyək, görək bunun hardan yaranır da, bax, sən bu niyə görə olmalıdır? Dedi, atam bəs falan xəstəlikdən problem, əziyyət çəkir, imkanım yoxdur. Yoldaş, anam rəhmətə getdi bu yaxında. Uşaqlarım, 3 dənə uşağım var. Mən istəmirəm Azərbaycanda yaşayam. Deyirəm, niyə? Deyir, mən üstüqtar, mən hüquqşünasam, məsələn, mən yaxşı bacarıqlı, qabiliyyətli adamam, deyir. Amma mən görürsən ki, deyir, daş daşıyıram, fəhləli edirəm, deyir. Xaltur edirəm, deyir, hə. Mənim içimdə o stres, barışmıram, o söz çox böyük sözdür. Dedi ki, mən içimdə o stres, depressiya, daimi, şikayət eləmək, ittiham eləmək, onu bunu, dedi, bu məni yıxıb da, dedi. Dedim, birinci oradan başlamaq lazımdır. Onları müalicə eləmək lazımdır. Onlara münasibəti dəyişmək lazımdır. Münasibət dəyişmək deyəndə bilsən nətərdir? Biz elə şeylər var ki, o göylər deyirik ki, bizi qoruyur, onun qoruması altında yox, həmişə özümüzü onu borc bilirik. Allaha dua edirik, Quranlar, statlar gətiririk. Amma başqa yollar var. Bir, onlarla iş düzəlmir axı. Biz Allaha qarşı iddialar sürürük. Atamızı, anamızdan, bacımızdan, qardaşımızdan, qohumlarımızdan, düşdüyümüz vəziyyətlə, situasiyalarla inciyirik, nə bilim, hökumətə qarşı, ondan sonra işlədiyimiz adamlara qarşı, müdiriyyətə qarşı. Yəni, çox şeylər var. Biz bunlarla öz narazılığımızı Allaha qarşı bilirik. Deməli, belə çıxır ki, iddia irəli sürürük. Biz Allahdan bunları çox istəyirik. Allah çox onlardan qorxuruq. Çünki birinci insan xoşbəxt olmaq üçün, sağlam olmaq üçün birinci Allaha olan sevgi lazımdır. Sonra da onun yaratdığı o biz dəyər verdiyimiz qiymətli şeylərə. Amma biz onları o qədər bağlanırıq, o qədər sevirik ki, bütün bu problemlərin kökü hamısı buradan gəlir. İndi o qədər müalicə üsulları var, bayaq dedim. Biri deyir, nə bilim, getdim psixiatra, dərmanla işlədim yaxşıdır. Yaxşı, sən bu dərmanın vaxtı gedəndən sonra yenə də əsas səbəb qalıb bax orada. O nəticəni götürür. Getdin, əməliyyat elədin buradan, adam var, gəlib əməliyyat elədim, mən yaxşıyam. 6 aydan sonra gəlib, indi başqa yerdə problemim çıxıb. Dedim, ged əməliyyat elətdir, onu da elətdirdi. Sonra 3-cü əməliyyat elədi. Bilsən, yenə deyirəm, bizi necə ki bədənimizi, konkret deyimdə mən, bitkilərlə, dərmanlarla, ondan sonra müalicə edirik. Bizim ruhumuzu da bizə xəyanət eləməklə, bizi satqınlıq eləməklə, bizi, nə bilim, incitməklə, bizə zor işlətməklə, müxtəlif şeylərlə bizim ruhumuzu pozmaqla müalicə edirlər ki, ey insan, sən ağıllı ol, başa düşkünən. Bu Allahın, kainatın, dövlətin qayda qanunlarına bax. Adi fikir verir. İndi yaşımız az çoxdur. Sovet dövründən sonra adamlar var ki, at oynadı. Millətin malını, pulunu çalıb, çapıb, yığıb. İndi həmin adamları görürsən ki, təhqir edirlər, internet, hər şey açılıb indi. Onları təhqir edirlər, ailəsini, həyat yoldaşını, özünü, balalarını, bunların nəvələri, nəticələri, onu necə qəbul edirlər, mən başa düşmürəm. Bu qədər yeyiblər, hökumət onların cəzasını verir, tapır, gözlərindən gəlirlər. Bunlar axı xalqın, insanların
malı puludur. Həmən şey də bax xalq həmən o stresslərin səbəbi həmən bunlardır. Bəli, kütləvi şəkildə belə hallar olur. Bax, onu düz deyirsiniz ki, insanlar ancaq ağır durumda Allahı yada salırlar. Sonra deyir, hər gün dua eləyirəm, nə pirə gedirəm, heç nə olmur. Bəs sən o yaxşı günündə yada sal ki, yəni o daima birinə münasibət, bəzi biz dostlarımız da var, siz də tanıyırsınız. Deməli, əzizləyicilər, yaxşı olanda, əlində pul olanda, onda gəlir görüşür, gedək çörək yeyək. 2 ilə, 3 ilə onun əlinə pul gəlməsə, gəlib bizlə görüşmür. Bu da doğru deyil axı. Sən dostsansa, deməsən yemək içmək dostsan. Dostsansa hər zaman gəl bir çay içək. Çay içmək gərək, sadəcə gəzinək. Ya burada redaksiyada oturaq, söhbət eləyək. Amma ancaq pul olanda deməli bu özün şəxsiyyət bilir. Bəzi dostlar da var, deyir, cibimdə ən azı 500 manat olmaz, özümü kişi saymıram. Elə adam var ki, yaxşı da kişidir, hətta müharibədə də olub, qeyrətli, əqidəli adamdır. Ola bilər də bugün bunun cibində pulu yoxdur. Pul hamıya lazımdır. Amma 500 manat olmaz, özümü kişi saymıram, yanaşmaz da səhv daxil. Amma o xoşbəxtlik, sağlamlıq o ilə əlaqədordur. Bəzi şeylər var, təbii ki, həkimə də girmək lazımdır, gidib nəsə dərman almaq lazımdır. Pul lazımdır. Amma indirəm, belə şeylər var, xoşbəxtlik, sağlamlıq o ilə bağlıdır. Bu çox belə dərin, belə fəlsəfi şeydir. Çox şaxəlidir. Mən məsələn adamlarla çalışıram fərdi işləyimdə. Hər xəstəliyi yaradan səbəblər var. İndi hamı da eynidir. Bəzən görürsən ki, müəyyən bir qrup adamlarda elə eyni şeylərdir. Eyni şeylərdir. Şiş xəstəliyidir, qadın xəstəliyidir, ondan sonra ürək damar qan dövranı xəstəliyidir, ondan sonra revmatizmdir, artrit, artrozdur, elə xəstəliklər var. Biz onu illərlə dama-dama yığmışıq. İstəyirik ki, onu vedri ilə, qazanla onu götürək, tez sağalaq və başlayır o narazılığımıza. Müəyyən deyirəm, o davranış təzləri var, niyyətlər var ki, onlar xəstəlik yaradır. Bu maariflənmə yoxdur da, biraz yoxdur. Bəzi şeyləri tutaq, məsələn, indi elə adamlar olur ki, dost tanışda çörək yürür, çay çürür, birdən, hərdən bəzən görürsən ki, deyirsən ki, səndə falan şey, proses gedir də. Baxırsan ki, içəridə 3-4 dənə xəstəlik artıq başlayıb gedir. Amma bir dənə üzə çıxan xəstəlik var. Daima onu müalicə etdirir. Başa salmaq istəyirsən ki, bunlar o problemi yaradıb. Onlar yavaş-yavaş onları müalicə eləmək lazım ki, bu da düzəlsin. Amma onu başa düşmək istəmirlər çoxu. Mən o müharibədə yaralananda, neyrocərrahlı xəstəxanasında olanda bu ayağımla bağlı. Orada bir kişi var idi, professor idi. Sizin sahəni də yaxşı bilirdi. Biri vardı, zibilə qalmış bu ağrı geçsəydi, zibilə qalmış. Dedi ki, heç vaxt elə demə. Deyir, sən ağrıyla dostluq eləsən, o da səni sevəcək. Deyir, əgər ağrıdırsa, məsələn, bir barmağını kəsibləsə elə demə, hayf bu barmağı, hayf, artıq yoxdur da. Amma deyir, mən belə, adam var heç qolu yoxdur, sənin bir barmağın yoxdur, yaxud da gözünün biri biraz zəif görür, yaxud da heç görmür. Amma əvəzində biri görür də, insan var ikisi də görmür. Yəni o xəstəliklə yoldaşlıq eləmək, dostluq eləmək, indi tutduz yəqin nə mənada deyirəm. Yəni sağalan xəstəliyi var, sağalmayan var, amma hər halda sən o bədəninə giribsə, sənin bir üzvündür, hələ ki, müvəqqəti də olsa. O çöldən gəlib girməyib ki, onu biz yaratmışıq. Yəni səninkidir də o da. Yəni onu eləcə lənətlənməkdənsə, tədricən deyir, münasibəti, yəqin o siz deyəndə, xəstəliyə münasibəti də deməli dəyişmək lazımdır. Yavaş-yavaş həyat tərzi deyirik də, biz ümumi götürəndə həyat tərzi deyirik. Onda həyat tərzinin içində o bayaq dediyim o düşüncə məsələsi var, qidalanma var, ondan sonra havanın fəsillərimiz var, soyuq, isti, nəm, quru hava var. Ondan sonra qıraqdan gələn o bayaq dedim, o stresslər var. Bu faktorlar o qədərdir ki, bunları ayırd eləmək lazımdır ki, onlar düzəlsin. Və indi axır vaxtlar mənim məsələn dostlar var, Uraldan, Germaniyadan çox yaxşı bəzi reseptlər göndəriblər. Məsələn, bu dayaq hərəkət sistemi üçün, oynaqlar üçün, sümük üçün, məsələn, xəstələr müalicə eləmək üçün, ürək qan damar sistemi üçün, böyrəklər üçün, əsəblər üçün, mədə-bağırsaq sistemi üçün. Baxıram o bitkilərin əksəriyyəti bizdə var. Bir neçəsində indi gətirtmək olur. Çox gözəldir. Mən neçə adamlarda vermişəm, çox gözəl effektlər verir. Deyir ki, illərlə müalicə edirəm. Deyirəm, bəzi müalicələr elə, bunları da paralel içirsən, daha yaxşı sağlam olursan. Yeri gəlmişkən,
bir dəfə anons da vermişdik. Rafiq müəllimi Almaniyada böyük bir klinikaya dəvət elədilər. Dedi, yox, mən hətta dedilər tərcüməçi də taparıq, rusca da yaxşı bilir, yəni tərcüməçi. Amma dedim, mən öz xalqıma xidmət edirəm. Bax, belə adamlara daima diqqət yetirmək lazım. İstəsə gedir orada da bilirsiniz də, 3000-dən, 5000-dən evrodan başlayır məvacib, hələ başqa şeylər var. Almaniyada daha çox xəstə var. Məsələn, bel ağrısı, bəli. Bax, bunları öz oranı iqlim elədir ki, o revmatik şeylər çox olur. Bəli. Ona görə istəyərdim ki, siz də bax, Rafiq müəllimə dəyər verəsiniz, ondan danışacaq. Bitkilərdən onda gələn dəfə danışaq. O qədər maraqlı, istəmirəm mövzular qarışsın. Çünki yeni şeylər var, həm də zamanımız da doldu. Artıq yarım saatdan çoxdur. Mən yeni bitkilərdən gətirərəm. Gətirərsiniz, göstərə maraqlı. Sizin də o barədə öz izləyiciləriniz var. Rafiq müəllim bir kitab da hazırlayır. Bitkilərlə müalicə əslində yazıb. İndi onu elm adamları redaktə edir, baxırlar, öz tövsiyələrini verirlər. Hansı bitki nə vaxt dərilməlidir, qurutma metodu, hansı ölkələrdə var, Azərbaycanın arasında var. Çox maraqlı vaxtilə bizim qəzetdə də qısa-qısa yazırdı. İndi o kitab üzərində işləyir. İnşallah indi bu ilə çatması da gələni düşünürəm ki, o çap olar. Təqdimatı da inşallah buradan elan edərik. İnsanlarımız gələr. Yəni özünüzü müalicə eləmək üçündür. Bir nəfər çatmır, amma özünüz heç olmasa o mini həkim olmaq üçün, belə özünüz bəzi şeylər praktikadan keçirmək üçün düşünürəm ki, bunun sizə böyük əhəmiyyət olacaq. Yəni xidmətinizdədir Rafiq müəllim. Belə adamların qədrini bilin. Bir sözünüzü, fikrinizi də tamamlayın. Sözüm odur ki, Allah hamıya can sağlığı versin. Dövlətimizə, millətimizə can sağlığı arzu edirəm. Möhkəm olaq, yaxşı olaq. Öz qədrimizi bilək ki, nə edirik qarşımıza çıxır. Ona görə də düzgün olmaq lazımdır. Heç kimin dalıcan danışmaq lazımdır. Heç kimi ittiham eləmək lazımdır. Şikayət lazımdır. Keçmiş getdik, ondan dərs çıxartmaq lazımdır. Bundan sonra öz həyat tərzimizi çalışaq, yaxşı eləyək. Təmiz, Allaha yaxın olaq, onda hər şey də yaxşı olacaq. İnşallah. Yəni xaricdən çox şey danışmaq, demək, gülmək, danışmaq, lovğalanmaq olar. Amma əsas işdir də, o da göylərlə bağlıdır. Bəli. Çox sağ olun Rafiq müəllim. Dəyərli dostlar, daha bir maraqlı verilişimizi də başa vurduq. Qonağımız Rafiq Cərullayev idi. Bizim tanınmış fitoterapevtimiz, bioenergetikimiz. Sağ olun, var olun, elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun.